Salam, mən Ayxan Şükürov. Bu videoda mən sizə ən çox istifadə olunan 3 zaman bildirən sözcüklərlə bağlı danışacağam. Bu sözcüklər in, on və at sözcükləridir. Mən başlamazdan əvvəl bunu vurğulayım ki, in, on və at sözcüklərinin mənası da, də deməkdir. Yəni biz məsələn 1985-ci illə hər hansı bir sözcüyünü işlədəcəksə, zaman bildirən sözcüyünü işlədəcəksə, əgər 1985-ci ildə demək istəyiriksə, artıq in, on və at arasında seçim edəcəyik. Biz bəlkə 1985-dən demək istəyirik, biz bəlkə 1985-ci ildən bəri demək istəyirik və ya 1985-ci ilə qədər demək istəyirik. Bu zaman fərqli sözcüklər istifadə olunacaq. Mən bu gün sizə sadəcə dadə mənası verən 3 zaman bildirən sözcüklərlə bağlı danışacağam bu prezentasiya ilə. Deməli, in is used for months, years or periods of time. Yəni in sözcüğü aylarla, illərlə və vaxt periodlarla işlənir. Aylarla in June, in February, in December, in September. Years illərlə in 85, in 2019, in 1066 bütün illərlə in sözcüğü istifadə olunmalıdır. Amma yenə vurğulayıram, əgər biz məsələn 1985-ci ildə demək istəyiriksə in sözcüğü istifadə edəcəyik. Sonra periods of time, yəni vaxt periodlarıdır ki, in the summer, yay, görürük ki, bir fəsillər bir vaxt periyodudur, 3 aylıq vaxt periyodunu əhatə edir. In the 80s, 1980-ci illər, yəni 80-ci illər ən az 10 ilə əhatə edən bir vaxt periyodudur. In the past, keçmişdə, in the future, gələcəkdə, in my childhood, uşaqlığımda. Görürsünüz ki, bunların hər biri vaxt periyodlarıdır. Belə ki, biz onları in sözcüğü ilə işlətməliyik. My birthday is in April. Mənim ad günüm aprel ayındadır. Görürük, April aydır. Ona görə in sözcüğü işlətmişik. England won the World Cup in 1966. İngiltərə 1966-cı ildə Dünya Kubokunu qazanıbdı. Görürük, il var ortada 1966 və tərcümədə 1966-cı ildə mənası verdim. I usually go to the beach in the summer time. Mən adətən yay vaxtları çimərliyə gedirəm. Görürük ki, yay vaxtları bir vaxt periyodudur. Ona görə in sözcüğü işlənməlidir. On sözcüğü ilə bağlı danışaq. On is used for days, dates or a specific part of the day. Days, yəni günlərlə. On sözcüğü işlənməlidir həftənin günləri ilə. On Monday, on Friday, on Sunday. Dates, tarixlər, ayın tarixi ilə. On February 15th, fevralın 15-i. On the July 7th, iyulun 7-si. Bunlar vaxt tarixlərdir. Bunlar on sözcüğü ilə işlənməlidir və yaxud specific part of the day. Burada nəyi deməyə çalışmışıq? Məsələn, morning normalda in sözcüğü ilə işlənir. Evening də in ilə işlənir. Night at ilə işlənir. Amma onun qarşısında həftənin günü də işlənsə və yaxud bu qaydanı belə də demək olar ki, iki zaman sözü ardıcıl işlənsə. Baxın, Monday morning. Deməli, günün müəyyən hissəsidir də. Yəni, günün özü də orada işlənir deyə. Bazar günü, bazar ertəsi günü səhəri demək istəmişik. On Monday morning. İki zaman sözü belə də ümumiləşdirə bilərik ki, bunu iki zaman sözü ardıcıl işlənirsə, onun qarşısında on sözcüğü işlənməlidir. Yəni biz burada morning aldanıb ora in sözcüğü yazmalı deyilik. Davam edirik. Bizim misallarımız var burada. On Saturday, deməli həftənin günü olduğuna görə on February 15th, ayın tarixi olduğuna görə on Tuesday evening, baxın, evening olsaydı in the evening yazılırdı, amma on Tuesday evening olduğuna görə biz on sözcüğü yazmışıq burada. At sözcüğünün işlənməsi ilə bağlı danışaq. At is used for specific times, such as times of day, meal times, holidays, etc. Yaxşı, times of day, günün hissələri. Yaxşı, buna saatlara aid ola bilər ki, əksər vaxt edir. Saatları, daha çox saatları görəcəyik biz orada. At 4 o'clock, at 9 o'clock, sonra at midnight, günün hissələri. Bax, unutmursunuz, burada deyirəm, özümüz üçün qeyd götürə bilərik. Günün 3 dənə hissəsi in sözcüğündən işlənir. In the evening, in the morning, in the afternoon. 3 inlə işlənir. Yerdə qalanlar at-lə işlənir. At night, at midnight, at noon, at sunrise, at sundown, at dawn. Bunlar isə at sözcüğündən işlənir. Meal times yemək vaxtları ilə bilirik ki, dinner ola bilər, breakfast ola bilər, supper ola bilər. Biz onları at ilə yazmalıyıq. Sonra bayramlar. Bayramlar at sözcüğündən işlənir. Amma bayram adlarının qarşısında özümüz üçün qeyd götürərik. Əgər bayram adlarının qarşısında holiday və yaxud eve sözləri varsa, baxın, Christmas at ilə işlənməlidir. Amma Christmas holiday desəm, on sözcüğü yazmalıyam. Christmas Eve desəm, Eve, ərəfə deməkdir. Christmas Eve desəm, orada mən həmçinin on sözcüğü yazmalıyam. Amma Eve və holiday sözləri yoxdursa, bayram adları at sözcüğü ilə işlənir.
Bizim misal cümlələrimiz saat 8-də at 8 o'clock, lunchtime yemək vaxtıdır at lunchtime, at Christmas, burada da bayram adı olduğuna görə at sözünü ilə işlətmişik. Və bizim quiz vaxtımızdır. Deməli, bir neçə testə baxaq. Kevin's birthday is December. December nədir? Ay adıdır. Biz demişdik ki, ay adları ilə yazmalıyıq. In sözünüsü, ona görə də düzgün variant indir. Növbəti quiz. I get up 7 o'clock. 7 o'clock nədir? Günün müəyyən hissəsidir və yaxud dedim ki, saatdır. Saatlar işlənməlidir at sözünüsü ilə. Sonra it is cold the winter. Perioddur. Yadımızdaysa mən demişim ki, periodlarla biz yazmalıyıq. In sözünüsü düzgün variant in olmalıydı. Növbəti I saw a musical March 2nd last year. March 2nd. Bilirik ki, bu nədir? Ayın tarixidir. Ayın tarixi işlənməlidir. On sözünüsü ilə. I moved to England 2023. 2023-cü ildir. Biz illərlə işlətməliydik in sözünüzü. Davam edirik. Daha doğrusu burada dərsimizi bitiririk. Deməli, amma son olaraq bunu bir daha vurğulayıram. In, on, at sözünlərin işlənməsi, zaman bildirən sözünlərin işlənməsi bəzi çaşqınlıqlar yaradır. Çünki biz elə düşünürük ki, məsələn, December görmüşüksə in yazmalıyıq, aydır çünki və yaxud December 2nd görmüşüksə 100% 10 yazmalıyıq, çünki tarixdir bu. Amma bu belə deyil. Təkrar edirəm, məna da burada çox vacibdir. Əgər biz dekabrda demək istəyiriksə, my childhood, uşaqlığımda demək istəyiriksə, in on at sözünlərini işlədir. Yəni burada sizin başa düşməli olduğunuz şey nədir? Mən bir yerdə in sözünüsü işlənir deyirəmsə, deməli orada onla at işlənmir. Yəni bunu net deyə bilirəm. Və yaxud bir yerdə on sözünüsü işlənir demişəmsə, orada inlə at sözünüsü işlənməz. Bunu net deyə bilərəm. Amma bir yerdə, məsələn, aylarla in sözünüsü işlənməlidir demirəm heç vaxt. Mən deyirəm ki, aylarla in sözünüsü işlənə bilər, əgər məsələn dekabrda demək istəyirəmsə. Amma ola bilər dekabrdan bəri demək istəyirəm orada. Since işlənəcək növbəti dərslərimizdə buna baxarıq. Dekabra qədər demək istəyirəm bəlkə. By December deyərəm. Yəni bu məqamlarda diqqət edərik. Yəni tərcümə söz önündə çox vacib detaydır. Təşəkkürlər.